Mən keçim dəftərimə. Burada müəyyən məlumatlar var. Yusuf 50. Çox güman ki, Yusuf 50 olmalıdır, səhv etmirəmsə. Ya o da rəb söz idi ya rəsul. Belə. Səbəb nuzul am, səbəb nuzul xas. Yəni ümumi nazil olma səbəbi, xüsusi nazil olma səbəbi. Hamıya, hər mövzuya aid gəlir ayə. Məsələn, cənnət, cəhənnəm, qiyamət və ya da sual-cavab olmadan hər hansı bir çətinliyin həlli ünvanında olmayan ayələrimiz bu ümumidir. Yəni hər bir mövzu barəsində xüsusi bir mövzu deyil, ümumi mövzulardır. Sual da yoxdur. Suallar xüsusidir. Yəni xüsusi olaraq o sualın cavabı ünvanında ruh nədir? Ona bir cavab verilir. Alə gəlir, səbəb olma məsələsi, səbəb nuzul, nazil olma səbəbi var. Niyə gəlib? Ümumi mövzuya cavabı, xüsusi mövzuya. Deyir, alə var ki, ümumi mövzuya ünvanlı gəlir. Məsələn, cənnət, cəhənnəm, qiyamət, sual-cavab olunmadan, bəyadılı da, deməli, heç bir səbəb olmadan. Bu ümumi mənasındadır. Bir də xüsusi, yəni məhz bir mövzu barəsində, bir hadisə baş verib barəsində, hadisə baş verəcək barəsində, yəni sırf xüsuslanır o mövzu barəsində, o sual barəsində gələn ayələrimiz. Xüsusi nazil olma səbəbi baş verən hadisə əlaqədar. Beysətdə baş verənlər, müəyyən bir hadisə baş verir beysətdə. Cəmaatın sualı olur. Dedik də İsra 85. İsra 85-ci ayə. Ruhdan sual soruşurlar. Sual soruşulur xüsusi olaraq yəni ayə o barədə. Səbəbi bilmək təfsirdə lazım şərait yaradır. Yəni biz ayəni bildik, ayə budur. Qul huvallahu əhəd. Bunun səbəbini bilsək ki, ayə niyə gəlib? Bərabər təfsiri bilmək. Bir nəfər müfəssirdirsə, yəni Quran-Kərim təfsir eləyəndirsə, deməli bu adam ayənin nazil olma səbəbini bilir ki, nazil olmasının üzündən ondan kömək alaraq təfsir eləyir. Bilir ki, hə, rəsul nə deməkdir? Yəni səbəb nuzul bilmədən təfsir etmək mümkün deyil. Səbəb nuzul bilmədən təfsir etmək çox çətin məsələ və olmaz ümumiyyətlə. Artıq olacaq nə? Şəxsi deyil. Bu da ki, haramdır da insan Qurana şəxsi fikrini versə. İstər ümumi olsun, istər xüsusi. Yəni heç bir hadisə, heç bir sual olmadan ayə gəlsin. İstər ümumi yox xüsusi olsun. Hər hansı bir sualın müqabilində, hadisənin müqabilində ayə gəlirsə, dəxli yoxdur. Hər ayə hər zamana aiddir. Onu oxuyacağıq inşallah. O da ləfzin ümumiliyi. Yəni ləfz, əmr, qadağa hamıya aiddir. Namaz qılın o dövrə aid deyil, hər dövrə aiddir. Xas gəlir, amma hamıya şamildir. Məsələn, indi 3-cü bölümdür. Xüsusi olaraq gəlir bir nəfər barəsində. Bir nəfər bir iş görür. Məsələn, oğurluq eləyib. Onun barəsində gəlir ayəmiz. Xüsusi mövzu haqqındadır. Xüsusi əməl, xüsusi şəxs barəsindədir. Amma hökm hamıya aiddir. Yəni, nəinki ya bu oğurluq etdiyi üçün ilahi əmri gəldi, bunun əli kəsilsin. Bu öz yerində hər əsrə aiddir. Kim eləsə, qadağa, əmr, vacibat hamıya şamildir. Bəqərə 115-ci ayədə Allah deyir ki, oxuyacaqdan deyir. Burada mən yazmışam deyə kitaba yazıb ona. Üzühra tutsan, namazı qıl. Bu ayəni görürlər bəzi o dar düşüncəli insanlar və yaxud dini dar olan insanlar. Deyirlər ki, bax, ayə deyir ki, Bəqərə 115-ə, namaz qılanda hara tutsan üzvü tut, Allah hər yerdədir. Deyirsən, bax, bəs qiblə deyirsən, nə Kəbə, nə Məkkə. Deyirsən ki, yox, bu ayə niyə gəlib? Nə vaxt gəlib? Sonra səbəbini bilsən, biləsən ki, bu ayə aiddir səfərə, aiddir səfərdə qılınan nafiləyə. Hər yerə aid deyil, vacibata aid deyil.
Vətənə aid deyil. Səfərdə nafilə qılsan, bu iki şərtləndəndir. Tut üzü, tapmasan qibləni. Bəqərə 185. Səfa və Mərvədə səy vacibdir. Allah inşallah hamı qismət eləsin. Gələsiz ümrəyə və həccə. Orada Səfa və Mərvə dağı var. Onlar arası insan girib gəlir. Onlar arasında insan get-gəliş edir. Burada səy vacibdir. Nəinki qeyri-vacib. Niyə? Bütlərin o Kəbədə olması, yəni Kəbə evində bütlərin olması bu o demək deyil ki, biz təvaf eləməyək, biz səy eləməyək. Bütlərin orada olması səyə mane deyil. Heç kim deyəməz ki, axı o Kəbədə bütlər var. Bilirsiniz, onu tarixdə oxumusunuz. Deyir, Allah deyir ki, səy elə. Allah bilmir ki, o büt var Kəbənin içərisində. Deyir, sən səy elə də, nə işin var? Ki, sən səy elə, sən ki, təvaf elə.